Sentyabrın 20-sində Beynəlxalq Sahilyan Təmizlik Günü münasibətilə Xəzəri qoruyaq adlı geniş miqyaslı təmizlik aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Ekologiya Könüllüləri və bir sıra ictimai təşkilatların birgə təşkilatçılığı ilə baş tutan tədbir Xəzər dənizinin Bilgah sahilində gerçəkləşib. Aksiya çərçivəsində yüzlərlə könüllünün iştirakı ilə 3,5 hektar ərazi məişət tullantılarından təmizlənib. Toplanan tullantılar çeşidlənərək təkrar emala yönləndirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə Xəzəri qoruyaq layihəsinin əsas məqsədi tullantıların düzgün idarə olunması, əhalinin ekoloji maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli münasibətin təşviş edilməsidir. Nazirlik nümayəndələri bildirib ki, bu kimi tədbirlər Xəzərin təmiz saxlanılması və ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, Beynəlxalq Sahilyan Təmizlik Günü hər il dünyanın müxtəlif ölkələrində qeyd olunur və Azərbaycanda da ənənəvi olaraq könüllülərin geniş iştirakı ilə müxtəlif bölgələrdə sahilyan təmizlik aksiyaları keçirilir. Dilbər Vüqar qızı, BTV.